Demək dostlar, sizə Fransada mənim ən çox aldığım, yediyim əti göstərmək istəyirəm. Bax, bu buzovun çiyin ətidir. Çiyin ətidir. Bilmirəm, Azərbaycanda bunun qiyməti neçədir? Fransada bunu biz alırıq, hardasa kilosunu 30 avroya. 30 avro. İndi burada deməli 1 kilo 200 qram vardı. Buna mən vermişəm 35 avro. 35 avro və hardasa Azərbaycan pulu nə edir? 70 manat elə bilirəm, hə? Elə deyir, 70 manat. Və ətin keyfiyyəti çox yaxşıdır. Yəni inanılmaz qəşəng keyfiyyətli ətdir. Bunu deməli təzə bir qazan almışam. Düdüklü təncərədə edirik. Bax, bunun içərisində bişirirəm. Əvvəllər tutaq ki, bunu qaynadırdım 1 saat. 1 saatda ancaq bişirdi. İndi cəmi 20 dəqiqəyə yumuşaq bişir. Çünki içərisində təzyiq yaranır. Təzyiq yarandığı üçün orada istilik artır, 120 dərəcəyə falan birbaşa olaraq bişirir. Bu qazan həqiqətən mükəmməldir. Ətləri bunun içərisinə qoyduqdan sonra birazdan su tökürük. Belə deyək də, bu qədər bəsdir. Duzunu, istotunu atdıq, qapağını bağlayırıq. 20 dəqiqə gözləyirik, sonra bişir, gözləyirik. Götürürük. 25 dəqiqə sonra, baxın dostlar, hazırdır. Toxunursan parçalanır. Yəni o dərəcədə qəşəng bişibdir. Yəni bu qazan həqiqətən belə deyim də, indiyə qədər aldığım şeylərin içərisində məncə ən yaxşı, belə deyim də, qazandığım şeylərdən biridir. Yəni dəhşət bir şeydir. 25 dəqiqədə görün nə tərəf pişirdi.